Əfsanələr, Qurdular tayfası, el nağılı. Bir tayfa varmış. Bu tayfanın başçısı sonsuzmuş. Çox qurban kəsir, nəzir niyaz verir. Sonunda bunun bir oğlu olur. Uşaq 4-5 yaşına çatır, amma yeriyə bilmir. Heç ayaq üstədə dura bilmir. Dədəsi başlayır ağlamağa ki, mən öləndən sonra bu şikəst uşağın sonu nə olacaq? Elə bu vaxt düşmanlar basqın edirlər. Bu tayfanı bütün qırıb qutarırlar. Kişiləri öldürüb arvad uşağı qul eləyirlər. Bu uşağı da şikəst olduğuna görə aparmırlar. Bir daşın dibinə atırlar ki, qurdu quş yesin. Düşmənlər tutduqları əsirləri götürüb gedəndən sonra buraya bir qurdu gəlir. Uşağı əmizdirir, sonra götürüb aparır öz yuvasına. Başlayır bunu saxlayıb bəsləməyə. Neçə illər keçir. Uşağın ayaqları açılır. Özü də bir pəhləvan olur ki, gəl görəsən. Əl atmaq həman 100 illik çinarı kökündən çıxarmağı bir olur. Şirpələng bunu görəndə girməyə deşik axtarır. Bu oğlanın adı hər yana yayılır. Düşmənlər bunun surağını eşidib gəlirlər onu öldürməyə. Ancaq bir yandan oğlan, bir yandan da canavar bunların kökünü kəsir. Bir nəfər də belə sağ buraxmırlar. Düşmanın hamısını öldürürlər. Həmin pəhləvan gedir tayfasının sağ qalanlarını da qutarır. Gərirlər öz torpaqlarına. Oğlanı başçı seçib başlayırlar yaşamağa. O vaxtdan bu tayfaya Qurdular tayfası deyirlər. Naxçıvanın Qurdular məhəlləsi də onlardan qalmadır. Səs Mahrux Əfra.